Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Bugün size Mega kondisionerinin pultunun istifadə qaydasını görkəzəcəm. İzləyicilərimizin bəziləri əlbəttə ki bilirlər ki bizim kanalımızda başqa bir Mega kondisionerinin pultunun istifadə qaydası var. Biz isə burada daha mükəmməl bir video hazırladıq ki istəyənlər axıra qədər baxıb bütün funksiyaları öyrənə bilərlər. Hər bir kondisionerdə olduğu kimi burada bir on-off düyməsi var, yəni yandırıb söndürmək üçün düymədir. Hər dəfə biz yandıranda burada bir siqnalın ötürülməsini biz görürük. Bu kondisionerdə ayrıca bir rejim düyməsi yoxdur. Rejimlərin hər biri ayrı-ayrılıqda demək qoyulub. Məsələn, cool rejiminə, əgər soyutma rejiminə keçirirsə cool düyməsini basırıq və burada demək qar dənəzi işarəsi gəlir. Bu soyutma rejimində biz temperaturu 22, 23, 24 dərəcə arasında ayarlayırıq. Çünki 22 dərəcədən aşağı temperaturda uzun müddət qalmaq soyuq dəyməyə səbəb ola biləcəyindən biz sizə onu məsləhət görmürük. Əgər elektrik enerjisinə qənaət etmək istəyirsinizsə, yəni kondisioner həm soyutsun, həm də elektrik enerjisinə qənaət etsin deyə işlətmək istəyirsinizsə, o zaman temperaturu 24 dərəcədən aşağı salmayın. Hətta 24-25 dərəcə arasında tutmağınız daha məsləhətdir. Burada bir fan düyməsi var. Fan düyməsinin köməyi ilə biz fanın sürətini, yəni ventilatorun sürətini dəyişir. Hal-hazırda aşağı sürətdədir, bu orta sürətdir, bu yuxarı sürət. Bir də belə bir hərəkətlilik gələndə kondisioner avto sürət rejiminə keçmiş olar. Qeyd etmək istəyirəm ki, yataq otağında kondisioner səsini sizi narahat etməməsi üçün aşağı sürət seçilə bilər. Kondisionerin digər rejimlərini, yəni məsələn isitmə rejiminə keçmək üçün burada bir ayrıca bir düymə qoyulub. Çünki insanların əksəriyyəti ya kondisionerdən soyutma və yaxud isitmə məqsədləri üçün istifadə edir. Biz heat düyməsini basırıq. Burada bir günəş işarəsi gəlir. Günəş işarəsi gəldikdən sonra təbii ki biz evimizin isitməsini istəyiriksə temperaturu 26 dərəcədən yuxarı qaldırmalıyıq. 26, 27, 30 nə qədər istəyirsiniz. Məsələ burasındadır ki, əgər elektrik enerjisinə qənaət etmək istəyiriksə, burada da yəni temperaturu 26 dərəcədə tutmaq daha faydalıdır. Yox, əgər istəyiriksə evimiz daha yaxşı isinsin, o zaman temperaturu bir qədər yüksəltməyə ehtiyac vardır. Burada ən önəmli məsələ kondisionerin fan sürətinin avto rejimə qoyulmasıdır. Bunu etmək üçün biz yenə də fan düyməsini bir dəfə basırıq, orta sürət, aşağı sürət, yuxarı sürət, bir daha basanda belə bir hərəkətlilik gəlir. Bu da onun avto fan rejiminə keçməsidir. Bu halda kondisionerin fan sürəti mikroprosesor tərəfindən nizamlandığına görə kondisioner daha mükəmməl işləyir. Demək, daha tez istilik verməyə başlayır və eyni zamanda da çöl hissəsinin donması çox aşağı temperaturlarda, yəni sıfıra yaxınlaşdıqda baş verəcəkdir. Digər rejimlərə keçmək üçün yenidən düymələrə basırıq. Məsələn, burada bir dry düyməsi var, qurutma rejimi. Bəzi vaxt elə olur ki, biz evin çox da soyumasını deyil, sadəcə olaraq evdə olan nəmin uzaqlaşdırılmasını arzulayır. O zaman bu rejimdən istifadə eləməli. Əsasən temperatur bu rejimdə indi burada demək 15 dərəcədə saxlayır. Amma yəni əsasən başqa kondisionerlərdə bu 23-24 dərəcənin arasında olur. Ventilator düyməsini basdıqda burada bir ventilator işarəsi gəlir. Bu ən az istifadə olunan rejimlərdəndir. Gördüyünüz kimi burada ayrıca düymə qoymaqlarına baxmayaraq önəmli düymə sayılmır. Çünki burada kondisioner sadəcə adi bir fan kimi çalışır. Yəni ventilator kimi çalışır. Kondisionerin deməli jalüzlərini aşağı-yuxarı hərəkət elətdirmək və yaxud hər hansı bir vəziyyətdə dayandırılması üçün Vane düyməsindən istifadə edə bilirik. İndi bir daha cool düyməsini basaq və soyutma rejiminə keçək. İndi isə burada daha iki düymə var. Bu düymələr sizə izah edəcək. Məlum məsələdir ki, pultlarda saat da olur. Clock düyməsini basırıq və burada saatin yanıb söndüyünü görürük. Deyək ki, indi saat 14:40-dır. Bu düyməni basırıq və burada deməli 14 bir daha basırıq dəqiqələri düzəldirik. 14:40 əlimizi uzaqlaşdırırıq. Bir-iki dəfə yanıb söndükdən sonra gördüyünüz kimi ekranda indi sadəcə 14:40 görsənir.
Burada bir timer düyməsi var. Nə işə yarayır? Məsələn, deyək ki, biz səhər saat 7-də evdən çıxırıq və istəyirik ki, axşam biz evə gələndə, məsələn, deyək ki, saat 18-də evimiz artıq soyumuş olsun. Yəni biz özümüzü daha rahat hiss eləyək. Bu zaman biz nə edirik? Timer düyməsini basırıq. Məsələn, buradakı saatı 17 deməli 17 saat 17-yə ayarlayırıq. Yəni timer düyməsini basırıq və 17-yə ayarlayırıq. 17-yə ayarlayırıq və bundan sonra timerimiz demək zamanlanmış olur. İndi isə deməli ikinci bir timerimiz var. Kondisionerin söndürülməsi. Deyək ki, gizli saat 3-də kondisionerin söndürülməsini istəyiriksə, bu demək əvvəlki timer 10 idi, bu isə timer off-dur. Yenidən basırıq. Buraya gələndə bunu deməli deyək ki, 0-3-ə ayarlayırıq. Və bundan sonra deməli ki, əlimizi uzaqlaşdırırıq. Göründüyü kimi indi kondisionerimiz saat 3 tamamda, yəni 4-ə 11 dəqiqə işləmiş söndürüləcəkdir. Mən vaxtın az getməsi üçün təbii ki, bunu axıra qədər etmədim. Bir də nə var? Bəzi vaxt elə olur ki, məsələn, kondisionerimizi bu rejimdən çıxmasını yenidən timer düyməsini basırıq və timer düyməsini yenidən basanda burada bir ay və ulduz işarəsi gəlir. Bu sleep, yəni yuxu rejimidir. Bu rejimdə ki, məsələn, temperaturu 22 dərəcəyə qoymuşuq. Bu halda kondisionerimiz 2 saatdan sonra temperaturu 23 dərəcəyə qaldıracaq və bir neçə saat sonra isə 24 dərəcəyə qaldıracaqdır. Bu rejimlərdən çıxmaq üçün yenidən bu düyməni basmamız lazım gəlir. Bizi axıra qədər izlədiyinizə görə biz sizə təşəkkür edirik. Əssalamu aleykum.